Əlbəttə ki, günəş şüaları heç kimi xoşbəxt eləmir. Əgər biz xoşbəxtliyi sırf elmi perspektivdən araşdırsaq, dünya şöhrətli xoşbəxtlik araşdırmaçısı Harvard professoru Arthur Brooksdur. Onun çox yaxşı kitabı var, From Strength to Strength, gücdən gücə, belə Azərbaycan dilinə belə tərcümə edərdim. O xoşbəxtliyi 3 komponentdə görür. Birinci komponent həyatdan zövq almadır. Enjoyment deyir buna. İndi beynimdə tərcümə edirəm, ümidvaram düzgün tərcümə edirəm. O deyir ki, biz həyatdan zövq almalıyıq. Amma burada biraz ehtiyatlı olmaq lazımdır. İnsanlar çox vaxtı ləzzətlə zövqü səhv salırlar. Ləzzət o hedonistik, qısa müddətli bizi düşünürük ki, xoşbəxt məqamlardır. Misal üçün, spirtli içki içmək. Sən düşünürsən ki, sən xoşbəxt olursan. Ya da hansısa bir qeyri-ciddi münasibətdən aldığın o qısa müddətli həzlər deyək. O səni çaşdıra bilər. Sən düşünə bilərsən ki, bu ləzzət əslində xoşbəxtdir, amma bu deyil. Ümumiyyətlə, 3 dənə sözü Azərbaycan dilində fərqləndirmək lazımdır. Ləzzət, sevinc və xoşbəxtlik. Ləzzət qısa müddətlidir. Sevinc, dediyimiz enjoyment, bu daha uzun müddətlidir. Məsələn, yaxşı ailə sahibi olmaq sevinc hissi gətirir. Xoşbəxtlik isə ümumiyyətlə daha böyük bir termindir. Bu sevincin üzərinə 2 digər komponenti əlavə etsək, ikinci komponenti o məmnuniyyət adlandırır. Yəni satisfaction. Sən məmnun olmalısan gördüyün işdən. Məmnuniyyət olanda, misal üçün, sən sevinə bilərsən hansısa bir qısa müddətdə, amma məmnun deyilsən münasibətdən. Adətən biz bunu gəlin ailə nümunəsində götürək. Əgər sevgi üzərində qurulmayan nigahdır,sa belə baxırsan, hörmət var, etibar var. Amma sevgi olmadığına görə bağ yoxdur. Yəni insanlara bağ olması çox vacibdir.